əvvəlcə göndərdiyimiz hər kəs bilir zaten, qalacaqları yerlər, amma yenilər biraz narahat olur ki, qalacağımız yer necə yer olacaq, belə deyək də, güvənlik baxımından, rahatlıq baxımından. Baxın, bizim xüsusilə önəmli planda tutduğumuz şey güvənlik və rahatlıqdır. Yəni gedən adamın sadəcə xəstəxanaya işini gördü, qalmağa yerdə, yat get, işini gör, gəl, belə yox. Rahatlığıdır. O insan orada rahat olsun. O insan orada 2 həftə, 1 ay, 3 ay, 4 ay, yəni 1 ilə qədər istədiyi müddətə vaxt keçirir. Ona görə də həm evi olsun, həm yurdu olsun, bilinən insanlarla işlədik. Yəni yeni bir insan deyil. Bizim 9 ildir, 7 ildir, 8 ildir işlədiyimiz yurdlarda işlədiyimiz ev sahibləridir ki, biz onlara artıq güvənirik. Bilirik ki, biz nəsə bir problem olsa da, onlarla əlaqəyə keçdiyimiz vaxt anındaca, yerindəcə bu problemi həll edə bilirik. Və ilk növbədə çalışırıq ki, xəstəxanaya da rahat olsun. Yəni rahatlıq baxımından təkcə oradakı ortamın rahatlığı yox, rahatlıq həm də məsafədir. Sən 3 dənə, 4 dənə vasitə dəyişib xəstəxanaya getməyəsən. Piyada yeriyərək gedəsən, maksimum 20-25 dəqiqə yerimə məsafəsi olur bizim yurdlarda. Və çalışırıq ki, yayda gedirsə, məsəl üçün kondisioneri olsun yurdun, hər bir şərait olsun. İndi qışda gedəndə çox vaxt kondisionerə ehtiyac olmur, amma istilik sistemi yaxşı olsun. Bunların hamısına fikir veririk və güvənliyi. Əgər qız yurdudursa, orada bütün işçilər güvənliyə qədər xanım olur. Erkək yurdudursa, yəni kişi yurdudursa eyni qayda. Bütün işçilər kişi olur. Evlərin hamısında yəni tanıdığımız, bildiyimiz xəstəxanaya yaxın evlərdir. Elə evlərdir ki, balkondan baxanda xəstəxana görsənir. Və oranın da güvənliyi, oranın da stel içərisində olur. Bunların hamısına diqqət edirik ki, siz gedib rahat şəkildə, güvənli şəkildə praktikanızı keçə bilərsiniz. Zaten bizə müraciət etməyinizin də səbəbi məncə budur ki, yəni bunu özünüz də edə bilərsiniz də belə sonrasında danışarsınız, gedərsiniz, bilməyəcəksiniz amma harda qalacaqsınız, necə olacaq. Biz bunun hamısını elə ayarlamaq istəyirik ki, bizə verdiyiniz, açığın deyil, o pula bizim işimiz dəysin. Siz bizdən rahat, gözəl xidmət alasınız. Bizim məqsədimiz, amalımız budur. Hər zaman xidmətinizdəyik.